Lənkəran şəhərinin Qala Xiyabanı ərazisində müasir işıqlandırma sistemi ilə təchiz olunmuş küçələrin birindən danışırıq. Bu yolda bir çox ictimai obyektlər fəaliyyət göstərir. Həmin küçədə insanların istirahət etməsi üçün oturacaqlar da var. Ona görə də həmin ərazidə gediş-gəliş daha çoxdur. Amma bu yolda həyat üçün təhlükəli bir problem də var. Ərazidə çəkiliş apardığımız zaman küçədə gəzən azyaşlı uşaqların bu elektrik naqillərinin üzərindən keçdiklərini biz də şahid olduq. Elə bu azmış kimi hər gün məktəbdən evə gedən şagirdlər, gəzintiyə çıxan sakinlər gördüyünüz bu elektrik xətlərinin üstündən keçir. Ərazidə yaşayan sakinlər bildirirlər ki, ötən illərdən qalan izolyasiya olunmuş yerüstü elektrik xətləri zaman keçdikcə deformasiyaya uğrayıb. İstismar müddəti çoxdan bitmiş izolyasiya sarğısında elektrik cəryanının vurma ehtimalı daha çoxdur. Ötən il problemin tezliklə aradan qaldırılacağını əminliklə qeyd edən Mənzil İstismar Müəssisələri İdarəsinin baş mühəndisi Fazil İskəndərovun bu dəfə də həmin müsahibəsini təqdim edirik. Qala Xiyabanında şnurlar yerin altında bastırılacaq. Yaxın günlərdə sıradan çıxmış şnurlar yenisi ilə əvəz olunacaq. İdarə rəsmisi məsələnin tez bir zamanda vacib həllini tapacağı vədini vermişdi. Lakin problem hələ problem olaraq qalıb. Qala Xiyabanı ərazisində elektrik dirəklərinin qoruyucu qapaqlarına gəldikdə isə bu qapaqların bəziləri yerində olsa da, qapağı açıq olan elektrik dirəkləri də az deyildi. Məsələnin aktuallığını nəzərə alıb, problemə yenidən qayıdacağıq. Elnur Ələkbərov, Vüsal Yaqubov, Lənkəran.